Dostum, askeza nədir? Askeza haqqında danışmaq istəyirəm sənə. Əgər sən həyatda özünü kontrol eləyə bilmirsənsə, idarə eləyə bilmirsənsə, nəfsivə qalib gələ bilmirsənsə, onda sən askezadan başlamalısan və askeza sənə necə yaxşı təsirini göstərəcək. Bax, askeza nədir? Askeza deməli, sən özünə nəyisə eləməkdən imtina edirsən. Məsəl üçün, siqaret çəkirsən, siqareti tərgizmək istəyirsən. Özünə minimum askezanın başlanğıc müddəti 21 gün olur. Maksimum isə 1 il. Daha yaxşı, 1 il götürəndən sonra, artıq çox olandan sonra, çünki 1 ildən çox olandan sonra beyin buntavaç eləyir, yəni qarşıdurma eləyir ki, artıq götürmür bunu. Ona görə minimum 21 gündür. Yəni, ideal mən saxlayanda askeza minimum 30 gün, 3 ay, 6 ay falan belə saxlayıram. Heç 1 il saxlamamışam. Yəni, askezanın, yəni bu hamısı bölüşülür sizlə ki, bunlar hamısı işləyən metodlardır. Yəni, askeza nədir? Sən tutaq ki, siqareti tərgizmək istəyirsən və yaxud başqa pis vərdişin var. Mən nümunə olaraq siqareti gətirirəm. Yazırsan ki, bir vərəq dəftər götürsən. Yazırsan ki, mənim adım Zeynal Camalzadədir. Mən yazıram, mən Zeynal Camalzadə. Mən bu siqaretdən imtina eləmək askezasını götürürəm. Və yazırsan ki, mən minimal olaraq götürürəm ki, sən də biləsən. 21 gün ərzində siqaret çəkməyəcəm. Və onun qarşılığından kainatdan istəyim, tutaq ki, filan işimin alınmağıdır, məsəl üçün. Tutaq ki, nəsə bir şey istəyirəm. Sən axı özündən fəda edirsən, nəfsivə qalib gəlsən, bu hər zaman Allaha xoşdur. Ona görə bunu eləyirsən, kainatı da öyle bir müqavilə formasında yazırsan ki, tutaq ki, nə bilim, sən 21 gün siqaret istəyirsən, əvəzində sən, nə bilim, bir dənə ev istəməyin düzgün deyil də. Yəni, elə bir şey istəməlisən ki, bu doğrudan da reallaşsın. Bir özün məntiqli ol da. 10 milyon pul istəyirəm, 21 gün siqaret çəkməyəcəm, 10 milyon pul istəyirəm. Onda hamı 21 gün siqaret çəkməz, 10 milyon pulunu qazanardı da. Biraz ciddi düşünmək lazımdır. Siqaret istəyirəm, məsəl üçün, tutaq ki də qarşılığında nə var? Özümə bir kompüter almaq istəyirəm. Bir yol açılsın, mən bu kompüteri alım və yaxud nə bilim, nəsə də bir şey olsun və yaxud lotereyadan udum və yaxud hardansa, mən tutaq ki də atıram. Amma o məsələsin uyğundur. 21 gündən sonra görürsən ki, gözləmə 21 qutarandan sonra kompüter ola bilər, gedişatda da ola bilər, bir ay sonra da ola biləcək. Amma sən artıq bu necə işləyir? Sən 21 gün ərzində tutaq ki, siqaret çəkmirsən, o enerjini, o mənfi, negativ enerjini yönləndirirsən, xoş qəbul eləməyə və artıq kainata bir enerji olaraq siqnal göndərsən ki, mən bunu istəyirəm. Mən 21 gün ərzində siqaret çəkməyəcəm, əvəzində kainatdan istəyim notebookdur. Filan notebook, filan gücdə, filan, məsəl üçün. Yəni, nə də, yəni, notebook, özün təsəvvür edirsən onu, yazırsan. Və yazırsan ki, mən bu askezaya başlayıram, altından tarixini çəkirsən, imzalı çəkirsən və imzalı çəkəndən sonra bir daha oxuyursan. Onu oxuyursan, bir daha oxuyandan sonra askeza tam olaraq işə düşüb başlayıb. Və o gündən siqaret çəkmirsən. Məsəl üçün, bu siqaret çəkilməyin sənin özünə yaxşıdır. Və özünə, sən hər siqaret çəkdikcə enerji alırsan, bədənini pisləyirsən. O, boşda qalan o enerji, o düşüncən, fokusun sənin avtomatik yönlənir başqa. Sənin xəbərin olmadan, sən yazmısan, müqavilə bağlamısan. Kainatın köməyi ilə nə cür sənin istəklərin baş verir. Həmən yenə də deyirəm, 21 gün sonunda olmağını gözləmə. Bəlkə 21 qutarandan sonra bir həftə sonra oldu. Amma yəni bil ki, bu baş verəcək. Ən azından bu askeza səni təmizləyir, səni pis vərdişlərdən uzaqlaşdırır. Və ya sosial şəbəkələrə girirsən, səhərdən axşama kimi scrolling edirsən. Deyirsən ki, mən bir ay sosial şəbəkələrə girməyəcəm. Və ya girsəm də ancaq işimə görə vacib məlumatları girib, götürüb, sonra təzədən çıxacam. Və qarşılığında nəsə ona uyğun bir şey istəyirsən. Çox asanlıqla bu baş verir, kainat səni dəyərləndirir. Bu asketizm deyilən bir şey var. Bu askeza doğrudan da möhtəşəm bir şeydir və bu işləyir. Buna inanmaq lazımdır. Mənim sadəcə işim bunu sənə qısa olaraq başa salmaqdır ki, askeza götür. Və yemək, məsəl üçün, askezası götürürsən ki, gündə bir dəfə yemək yeyəcəksən. Başlayırsan gündə bir dəfə yemək yeməyə, filan vaxt ayırırsan özünə, qalan vaxtları heç nə yemirsən. Amma yadda saxla, bunların hamısına əməl eləməlisən. Əgər əməl eləməyəcəksənsə, başlama. Ona görə, dostum, askeza başlayırsan ki, 30 gün interval qidalanmaya başlayacam. 30 gün, məsəl üçün, ancaq filan vaxt interval aralarında yeyəcəm. Tutaq ki, saat 10-dan saat
məsəl üçün də 6 saat, saat 4-ə kimi yeyəcəm və yaxud saat 12-dən saat 6-ya kimi və yaxud saat 2-dən mən 6 saat nəzərdə tuturam və yaxud gündə bir dəfə yeyəcəm. Sən bunu eləməlisən, yazdığın kimi kontrakt bağlayırsan sən. Başa düşürsən, yazsan ki, ey mənim kainatım, ey mənim uca yaradanım, bu askezanı götürürəm. 30 gün ərzində gündə bir dəfə qidalanacam və yaxud 30 gün ərzində sosial şəbəkələrə girməyəcəm. Əvəzində problemim var. İstəyirəm onu həll eləyəsən, həll yolunda mənə kömək olasan, da həll olunsun. Qısaca, istəyirəm ki, falan problemin həll olunsun. Yolunu sən bilmirsən. Artıq onu kainat öz gözəl bir yolla həll eləyəcək. Bu askezanı yazdın və yazsan ki, mən bu askezaya başlayıram, imzanı çəkirəm, vaxt, bir dənə də oxuyursan onu, o kağızında, yəni qalır evdə, bloknotunda saxlayırsan, balaca bir səhifəlik bir şeydir yazırsan. Bu sənin kainatla olan əlyazman olur. Sənə, bu kainata, Allaha sənin bu şeyin lazım deyil. Başa düşürsən, özünü o qədər də böyütmə. Bu sənin özün üçün yaxşıdır. Sən gündə bir dəfə yemək yeməklə bədənini təmizləyirsən. Sən sosial şəbəkələrə girməməklə beynini xaosdan təmizləyirsən. Sən siqaret çəkməməklə, sən özü bədənini nikotindən əlavə, onun içində o qədər ximikat maddələr var ki, sən ondan təmizləyirsən. İçki içməməyi məsəl üçün götürə bilərsən, söyüş söyməməyi götürə bilərsən. Söyüş elə bir şeydir ki, istər-istəməz ağzından çıxa bilər də onu, amma məsəl üçün içki elə bir şeydir ki, siqaret elə bir şeydir ki, səndən asılıdır. Momentdə ola bilər ki, içki içib, tutaq ki, söyüş söyməyə askeza götürənlər var. Çox adam tanıyıram, elə adam tanıyıram ki, söyüş söylüyor, məsəl üçün, belə bir məsləhət görmüşəm. Deyir ki, moment gəlib də görürsən, yadımdan çıxır, söyürəm. Deyirəm, yadıma düşdü, peşmansılıq yaşadın, problem yoxdur da. Yəni ki, o qəbuldur, yəni. Amma əsas odur ki, bilə-bilə söyməyəsən. Başa düşdün, necə burada bir moment var, incəlik var. Ona görə dostum, yəni bu oruç tutanda da Yaradan o qədər böyük qəlbli, böyük düşüncəli, böyük iradəli, böyük səbirli, böyük sevgilidir ki, yəni sən hətta oruç tutanda çaşıb su içsən, yemək yeysən də sənin orucun pozulmur. Başa düşürsən, yadından çıxıb, sən dərk elə. Amma sən bunu dərkiyanı şəkildə eləsən, bu pozulur. Başa düşdün? Bu da eyni formatda işləyir. Ona görə dostum, askeza sənin disiplinini, daxili təməlivi gücləndirən, nəfsivə qalib gəlməyin üçün bir şeydir. Və Allaha hər zaman xoşdur ki, sən nəfsivə qalib gələsən bu həyatda. Ona görə askeza işləyir. Askezanı dəqiq yerinə yetirmək lazımdır. Yazırsansa askezaya hörmət eləmək lazımdır. Və bu doğrudan da öz energetik gücü var və həyatında öz müsbət dəyişikliklərini və istəklərini göstərir. Alırsan. Amma yenə də deyirəm, sən bir ay siqaret çəkib əvəzində 100 milyon dollar pul istəyirsənsə, bu işləməyəcək. Yəni biraz məntiqli olmaq lazımdır da. Sənin məsəl üçün bir problemin varsa, sən ona görə bax da, sən intuisiyandan bilirsən ki, nəyi yox eləsən, bu energetik səviyyədə buna uyğun ola bilər və bu işin həlli olacaq. Bunu hiss eləyəcəksən, mən sənə əmin edirəm. Ona görə yazanda bilirsən nə yazmalısan, nəyə görə nə istəməlisən və nə etməlisən və nəfsivə qalib gəlməlisən. Askezanda gözəl bir cəhət odur ki, nəfsivə qalib gəlməyi öyrənirsən. Əslində askeza əsl gücə qayıtmaqdır. Yəni, sən tutaq ki, deyir ki, aclıq, mən bu interval qidalanma gündə bir dəfə yeyirəm. Biri düşünür ki, nədir, pulun yoxdur, gündə bir dəfə yeyirsən. O insanın düşüncə tərzinin kasatçılığı, zəifliyidir ki, yəni bunu pulla ölçür. Yəni mən onu gündə bir dəfə yeyirəm ki, bədənimi təmizləyim, bədənim autofagiya prosesinə başlasın, xarab kletkalar başlasın yeyilməyə, özümü yaxşı hiss eləyim, fokusum təmiz olsun, insanlarla münasibətim təmiz olsun, aqressivliyim yığışsın. Yəni sən necə güləriz olun, pozitiv olun. Mən bunun üçün eləyirəm. Gündə bir dəfə yeyirəm məsəl üçün və yediyim yemək də keyfiyyətlidir. Bədənimə qulluq eləyirəm, sevgi göstərirəm. Bunu düşünmək lazımdır. Əsl gücdür nəfsivə qalib gələ bilmək. Əgər sən nəfsivə qalib gəlib, istəklərimə yox deyib, istəklərimə yox deyirsən, nəfsivə qalib gəlirsən, askeza tutursan, sən Allaha göstərirsən ki, sənin pis vərdişlərin var, beyin bunu istəyir, amma sən şuur olaraq bunu qarşısını alırsan və sənin şuurun daha güclüdür və beyinə öyrədirsən ki, yaxşı şeylər nədir, pis şeylər nədir, mən bunu eləmirəm Allaha xatir və həyatımın yaxşılaşmağına xatir və əvəzində də bəzi problemlərim var, istəyirəm bu düzəlsin və yaxud ürəyimdə filan arzum var, istəyirəm o reallaşsın, o da reallaşır. Yaradan o qədər böyükdür ki, inan ki, sənin
hər bir yaxşıya doğru addımlığı artıq dəyərləndirir. Ona görə özünü yaxşılaşdırmağa çalış ilk növbədə. Bədəninə bax, askeza götür. Problemin varsa, səhər yuxudan durursan, internetə girirsənsə, Instagramda, TikTokda bütöv beynini zirzibillə doldurursansa, sosial şəbəkə girməmək üçün askeza götür. 1 ay. Gör o 1 ay ərzində fikirlərin necə təmizlənir. Gör ondan sonra bir arzun da varsa o da necə reallaşır məsəl üçün. Ona görə dostum, askeza möhtəşəm bir şeydir, işləyən bir şeydir. Bunu həyatında işlər və yavaş-yavaş öz pis vərdişlərini daha yaxşıya doğru düzəltməyə öyrən və nəfsivə qalib gəl. Uğurlar.